Deməli uşaqlar, sorğu-sualımız da bitdiyinə görə keçək Türklər demiş veda konuşmasına. Birincisi uşaqlara onu deyim ki, hər birinizi tanımağıma çox şadam. Düzdür, demək olar ki, çoxunuz da yenə yolumuza davam edəcəyik. Yəni çoxunuz demisiniz ki, müəllim olsa ikinci ildə hazırlaşacağıq. Amma yenə də deyim ki, uşaqlar, bu imtahan, yəni heç nəyin sonu deyil. Əksinə bir çox şeyin başlanğıcıdır deyərdim. Yəni heç nə sizdən dəyərli deyil uşaqlar, amma yenə də belə deyim ki, bu uğura gedən yolda sizin üçün başlanğıcdır. Sizə onu deyərdim ki, əlavə olaraq imtahanda həyəcanlanmayın. Yəni çox insan bunu deyir. Düzdür, bu özünüzdən asılı olan bir şeydir. Amma yenə də mən sizə deyim ki, yəni həyəcanı məktəbə girənə qədər artıq belə deyək də özünüzdən uzaqlaşdırın. Çünki sizin qorxacağınız, çəkinəcəyiniz bir yer yoxdur. Bu qədər sınaqlar, yəni bu qədər mövzu sınaqları, qəbullar, hər sual tipinə uyğun neçə-neçə nümunələr, mənim sınaqlarım. Yəni neçə-neçə şeylər işləmisiniz də uşaqlar. Yəni həyəcanlanmaq məncə sizə ayıb olar. Hər birinizdən yüksək nəticə gözləyirəm. İnşallah hər biriniz yüksək nəticəni mənə gətirəcəksiniz. Deyəcəksiniz ki, müəllimə 30-30-dan gəlmişəm. Özəlliklə də Elmar səndən 30-30 nəticəni gözləyirəm. 30-30-a əmin olduğum uşaqlardan biri də Elmardır. Düzdür, gözlədiklərim çoxdur, amma əmin olduqlarımdan biri Elmardır. Yenə də uşaqlar hər birinizin mənim üçün yeri ayrıdır. Hər birinizi çox istəyirəm. Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Sizə başqa deyəcəyim olar ki, təbii ki də uşaqlar imtahanda ancaq eyni suallar, yəni belə deyək də şablon suallar olmayacaq. Yəni düz deyə çox suallar eyni olsa da uşaqlar, yəni işlədiyiniz tipdə olsa da, yəni ən azından heç olmasa bir 2-3 sualda onlar fərqli bir sual qoyacaqlar. Görmədiyiniz tipdə və yaxud da gördüyünüz sadəcə rəqəmləri fərqli, plus da şəkli biraz fərqli formada çəkilmiş suallar yəqin ki görəcəksiniz. Çünki hamısı eyni olmayacaq. Və yenə də onu deyim ki, o suallarda da qorxmayın. Yəni belə deyim də necə deyim. Sadəcə biraz o suallar çətin deyil. Düşüncə tələb edən suallardır. Yəni baxsınız bəlkə də o sualın başqa cürünü topluca neçə dənəsini işləmisiniz. Sadəcə orada biraz medianın düsturlarından, nə bilim təmrənin düsturlarından istifadə etmək lazım olacaq. Yəni o sual üstündə biraz əlavə vaxt, düzdür, vaxt bölgüsü elə eləyin ki, hər bir fənnin vaxtına girməyəsiniz. Amma yəni elə sualların üstündə çalışın digərlərinə nisbətdə 1 dəqiqə, 2 dəqiqə artıq baxın. Kodlaşdırmanı axıra saxlamayın. Riyaziyyatı ümumiyyətlə axıra saxlamayın. Demirəm birinci riyaziyyatdan başlayın. Yəni aslında daha yaxşı bilirsiniz ondan başlayın, amma riyaziyyatı da axıra saxlamayın. Heç olmasa ikinci başlayın. Çünki riyaziyyat yorğun beyin yox, açıq beyin gözləyir uşaqlar sizdən. Kodlaşdırmanı dediyim kimi yarım saata saxlamayın, son yarım saata. Çalışın yəni hansı fənn işləyirsinizsə o fənni işlədikcə başlayın kodlaşdırmağa. Sadəcə kodlaşdırdıqca bir də baxın üstündən. Başqa deyəcəyim olacaq ki, isbatı zəhmət olmasa yarıya qədər də yaza bilsəz yazın uşaqlar. Yəni isbat da sizə müəyyən qədər bal verir. Başqa onu deyim ki, son 3 sual çalışın yazın uşaqlar. Yaza bilməsəz belə müəyyən bir yerə qədər gətirin. Düzdür, bilirəm siz yazacaqsınız. Yəni sizə əminəm o barədə. Yəni neçə-neçə sınaqlar işləmisiniz. Yəni mən sizin o potensialınızı bilirəm ki, yəni yaza biləcək uşaqlarsınız, yoxsa yaza bilməyəcək. Yəni bilirəm ki, yaza biləcəksiniz. Sadəcə yenə də yəni bir fərqli sual olar, belə çaşarsınız, donarsınız, qalarsınız. Yəni baxın uşaqlar, bir də onu deyim ki, məsələn 24 may 2-3-cü qrupların qəbulu olan günü ikinci qruplarda məsələn C variantında riyaziyyat suallarının biraz daha çətin deyil də o imtahan sualları. Sizə biraz daha belə qorxu, belə nə fərqli sordan qorxulu görsənənlərini önə salmışlar. Digərlərini arxaya salmışlar. Ona görə sualları birinci görən kimi qorxmayın zəhmət olmasa. Yəni elə eləyin ki, yaza biləsiniz də. Yəni nətər deyim, görüb qorxmayın, həyəcanlanmayın. Digərinə keçin, digərini yazın, sonra keçin buna yazın. Yəni belə uşaqlar, sizi tanıdığıma çox şad oldum. Yenə də yəni deyəcəklərim əslində tükənməz. Yəni bu qədər məncə bəsdir. Hər birinizə uğurlar arzulayıram, şans sizinlə olsun. Yəni belə deyim, yenə də deyirəm, imtahan hər şeyin sonu deyil. Bunun ikinci şansı da var. Amma yəni nəzərdə tutun ki, birincidən nə qədər yaxşı yazsaq, ikinciyə də bir o qədər gümrah həvəslə hazırlaşaq. Oldu uşaqlar, sağ olun.